Bax sən mənə bu dəqiqə izləyirsən, baxırsan. Qorxma, ged irəli, öz üzərində işlə, əllərimi buraxma. Əziyyət çəkirsən, bilirəm, böyük əziyyət çəkirsən, gedirsən, gəlirsən işini görürsən, baxırsan ki, bu nə haqsızlıqdır, niyə kimdəsə var, niyə məndə yoxdur, amma o deyil. Heç vaxt başqasına paxıllıq çəkmə. Onun arxasını sən bilmirsən ki, nələr görüb, nələr yaşayıb. Elə insan var ki, sənin miras qalıb, tamam. Amma o da bir onun taleyidir, o da bir onun yoludur. Amma bizim taleyimiz bizim əlimizdədir, biz onu yaza bilərik istəsən. Belə bir şey var. Bir anekdot kimi bir şeydir. Hər gün biri Allahdan deyir ki, ay Allah, mən lotereya udmaq istəyirəm, ay Allah, mən lotereya udmaq istəyirəm, mən pul udmaq istəyirəm, mən pullu olmaq istəyirəm. Axırda bütün mələklər yığışır, deyir ki, ay Tanrım, ay Allah, qurban olun, bunu ver də bu lotereya utsun da, bu əl çəksin. Gecə gündüz bu olur ki, mən lotereya. Deyir, bu bir bilet almır ki, utsun. Bir bilet alsın, mən onu şans verim. Bu insan eləmir, elə bütün gün dua edir. Ona görə sən də bir hərəkət elə ki, yuxarıdakı sənə şans, fortuna və nəsə versin. Hərəkət eləməyən insana, gündəlik rutinlə yaşayan insana heç vaxt irəliləyiş olmayacaq. Nə mənada? O sən geri dəhşətli şanslı olasan ki, başına 1 milyon düşsün ya da nəsə taparsan. O da 1 milyarddan bir insanda olur. O pulla bilmirsən sənə xoşbəxtlik gətirər ya da yox. Belə bir termin olub 90-cı illərdə yeni Novoruski söhbəti olub. Rusiyada çox adam zəngin oldu birdən-birə. Bugünkü gündə mən bir kitab oxumuşam, bir insan buraxıb ki, o zənginlər hal-hazırda hardadır? Birdən-birə neçə insan milyoner oldu da, yəni hansı ki, kasıb ortada bəqəydi. Hal-hazırda biri bomjdur, biri narkomandır, biri acından ölür, biri şeydə. 90% o insanlar müflis olur, çünki birdən-birə böyük pula nail olublar. Birdən-birə böyük pul olanda insan bilmir, onu alır, bunu alır, bahalı seplər zaten. Düşünməyin bahalı görsənmək üçün, düşünməyin öz içinizi zənginləşdirin, beyninizi zənginləşdirin.